bir dənə vağzalı gəlsin. Bəyimizi, gəlinimizi dəvət edək məclisimizə. Allah xoşbəxt etsin bəyimiz, gəlinimizi və ürəkdən bir alqışlar gəlsin. Ürəkdən alqışlar gəlsin, ürəkdən. Bir dəqiqə dur qardaş, tələsmə, başla, tələsmə. Ay bu gün bu məclisdə 2 gün açmış. Biri bəydir, biri də onun gözəl yarıdır. Biri də onun gözəl yarıdır. Arz yerə çatsın mənə devrana. Kimin oğlu qızı vardır, kimin oğlu qızı vardır. Məhkəmi yolunda tişdirdim günbəz. Axıdım dərsim ay bəyimiz dedilər bilməz. Görüm İlham qardaşım, bu gözəl bəyləri saxlasın yarəm. O gözə görünməz, o gözə görünməz. Toy günüdür əl çalıb. Qohumlar gəlsin, bir anda bəhtdən çalıb. Oğlan gidi qız qəşək, hava desin ürəkdən. Aməy toyun mübarək, ay qız toyun mübarək. Aməy toyun mübarək, ay qız toyun mübarək. Vay 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 vay. Sənan bəy var olsun. Çarşı köhnə tarını, millət elləridir.
gəlsin bəyimizi gəlimiz. Alqışlayaq bəyimizi gəlimizi. Aziz qonaqlar, aziz qardaş və bacılar, xahiş edirəm hər kəs yerini tutsun, məclisimizin açılışını elan edirik. Uşaqları yanınızda saxlayın, uşaqları ortalığa buraxmayın. Hər kəs otursun. Dede. De. Gəlin. Qalman nasıl yaxşı işləm bunu götürün. Tıxı. Ay cemaat. Siz də cemaatsınız, sizə də aid, hamıya aiddir. Bir nəfər danışanda heç kim yerində danışmasın, xahiş edirəm, o mədəniyyətsizdir. O diqqətsizdir danışana. Eyb yox. Gəlsin məni verərəm. Görə maksimum diqqətli olasınız. Odur ki, toyun ortasında dəqiqədə bir 3-1, 2-1, 5-1 çıxıb getmək lazım deyil. Bir saatdan bir pererif verək 10 dəqiqə, 15 dəqiqə cemaat geçsin. Çünkü o da mədəniyyətsizlikdir. Bizdə burada bu hallar olur ama əslində mən Azərbaycan toylarında da olmuşam. Hər yerdə də gedəndə gördüm. Ümumiyyətlə. Çünkü toyda iştirak eləməyə gəlmişik. Yığışıb koridorda papro çəkib qeybət qırmağa yox. O nə lazımdır ki, razbork eləməyə. Ona görə xahiş eləyirəm, pererif elan olunanda hamı durar. Gedər, kimin nə işi var onu eləyər. Nə vaxt pererif istəsəniz deyə bilərsiniz. İndi mənə elə gəlir ki, sol cinahda olan vətəndaşlar mən deyənini eşitdilər, yoxsa yox. Hələ yerlərdən səs-küy gəlir. Meryem Hanım. Üzvü Avropa Sovyeti'nin. Özümüz de çok qədim mədəniyyətə malik bir xalqıq. Ona görə xahiş eləyirəm ki, maksimum diqqətli. Yerlərdə səs-küy eləyib danışmaq lazım deyil. Onsuz da pusat elə kod vereceğim ki, o musiqiyə.
Ağız deyən qulağı eşitməyər. Xahiş eləyirəm, məclisimizi açıq elan eləyək. Xahiş eləyirəm, bəyin atası, Diasporun Cəmiyyətin sədri və aksaqqallardan gəlib bizim dayı hanıyla? Çağır gəlsin. İndiyənə qədər mən cavan vaxtları çox toylarda tamadalıq eləmişəm. Yaşlanandan sonra bir 10-15 ildir ki, daha bu işlə məşğul olmamışam. Ona görə mən bu dəfə qəbahətli məclis aparsam, mən üzürlü hesab edeyim. Həm də mən tək yadırğanmışam onun üçün. Buraya geliyor bu. Gülü dur gel. Aziz dostlar, dikkat. Xahiş eləyirəm, diqqətinizi buraya yöneldin. Bu günləri 2016-cı il elə mən 1900'də qalmışam. Burada bərk keçməmişəm. 2016-cı il 25 dekabr ayında bir gözəl Azərbaycanlı ailəsində gözəl bir hadisə baş verir. Bu hadisənin adı toydur. İlham bəylə Vəfa müəllimənin evindən başlayan Azərbaycan toyu qoy bir hamınızın qapısını gəzsin. Arz eləyirəm ki, buradan hər kəs evinə bir toy payı aparsın. Qəlbi şən, könlü şad və gələcəyiniz də parlaq olsun. Mən Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının adından, çünkü bura gelmek isteyen insanlar çoktu. Yollarda bu dəqiqə uzaklardan, uzak şehirlerden gelmeye hazırlaşan adamlar var idi. Ama yollarda bu dəqiqə boran olduğuna göre yollar bağlıdır. Gələ bilmirlər. Çoxu yolda gəlib qalıb oradan zəng eləyirlər ki, neyniyək? Dedim, o kişi qaydın, gedin evinizə, eşiyinizə. Yol yoxdursa bağlanıbdır yollar. Bu Qazaxıstanda belədir də, qış aylarında çox vaxtı trasları bağlayırlar. Yani bütün Azərbaycanlılar, Qazaxıstanda yaşayan Azərbaycanlıların adından mənə belə bir səlahət verilib. Mən onların adından istifadə eləyə bilərəm. Adından İlham bəyin və Vəfa müəllimin, o gözəl balasının, o gül balasının toy məclisini açıq elan eləyim və onların hamısının adından mübarək olsun deyim, oğullu qızlı olsunlar, xoşbəxt olsunlar. Mən elə bilirəm ki, neçə illərdir ki, mən birinci dəfə doğrudan məhəbbətlə qurulan ailə görürəm. Bildiyiniz kimi mən psixologiya, insan psixologiyasını, adət-ənənələri yaxşı bilirəm. Akademikəm, mənim rütbəm akademikdir. Odur ki, çox vaxtı, çox məqsədlərə, cürbəcür məqsədlərlə biri qohumumdur, uzağa getməsini alırlar, biri
biri vardı, biri vəzifədə də alırlar, biri ne bileyim cürbəcür hallar, hadiseler var. Azərbaycandan gəlirəm, mən bilirəm o işlərin hamısından halıyam. Ancaq bu toy məclisi, bu cavanlar həqiqətən ikisi birbirini sevib, kinolarda, filmlerde olduğu kimi bunlar da etiraz eləyib, kızın atası anası da etiraz eləyib. O ikisi birbiri sevib və salam əl-ələ tutdular, dediler biz gedirik, siz nə tər bilirsiniz bilin. Məhəbbətdən qurulan gözəl bir ailə başlanır bu gündən, bu evdə. Mübarək olsun, mübarək olsun. İndi xahiş eləyirəm, bir gözəl, özünüz bilirsiniz, belə qəşəng, cana yatan bir hava ilə bizim bu iş yeri saxlayın. Vidadi müəllim, mənə elə gəlir ki, artıq mənim durmaq vaxtımdır. Çünki mən çox oturmağa öyrəşməmişəm. Məclisə girdimsə istəyirəm oxuyum. Onda qoy mən də müsəqqiçilərimizi sizə təqdim eləyim. Bahar xanım, bildiğiniz kimi bütün Azerbaycan yok, Azerbaycanlardan kenarda da Bahar Hanım'ı güzel tanıyırlar. Böyük müğennidir. Aynı zamanda tanınmış bir müğennidir. Bahar Hanım Bakı şəhərindən bu günləri bizim bu məclisi şənləndirmək üçün gəlib. Bizim ansamblın üzvləri Almata'dan gəliblər. Almata şəhərindən gəliblər. Mənim qardaşlarım gözəl sənətkarlardır. Elimizin, cemaatımızın həmişə gözəl toylarını, şənliklərini bu kişilər aparır. Bütün Qazaxıstan boyunca, Rusiya boyunca. Yəni sizə bu günləri gözəl mahnılar bəxş eləyəcəklər, gözəl oxunuşlar olacaq. Hər şey sizin arzunuzcan olacaq. Onda bir mahnı ilə başlayıb görün gözəl Bahar xanım. Mən də təbii ki, təbrik edirəm Sənan bəy ilə Arzu xanımı, xoşbəxt olsunlar. Mən onlara Leyli Məcnun məhəbbəti arzulamıram. Onlara Sənan Arzu məhəbbəti arzulayıram. Çünki Leyli ilə Məcnunun axırı biraz nəsə xoşa gəlməz bitdiyinə görə elə özlərinin adlarına uyğun məhəbbətləri olsun inşallah. Qarıyıb qartısınlar, elə bir ailə olsunlar ki inşallah. Gələcək nəsil onlardan örnek götürə biləcək qədər ailə olsunlar inşallah. Gözəl övladlar nəsib olsun. Gözləriniz aydın olsun İlham müəllim. Bugün mən çox şad oldum ki, sizin kimi gözəl bütöv bir ailə ilə tanış oldum. Və qürur hissi duydum ki, doğrudan Azərbaycandan kənarda belə yaşasalar, bütöv ailələrimiz çoxdur. Qoy elə bütün gənclərimizə bütöv ailə nəsib olsun.